Deyir ki, qonağa hörmət elə, kafir də olsa. Eşitmişsiniz bu hədisi? Evvə gəlibsə, kafirdirsə, o Həzrət İbrahimin məsəli kimi. Evinə çağırır zorla. O da deyir, qoy mən quru çörəyimi yiyirəm. Deyir, gəl, mənlə çörək yiyir. Gəlir, oturur, Bismillah, o da demir. Deyir, sən niyə Bismillah demirsən? Deyir, Bismillah nədir? O kimdir? Bismillah kimdir? Deyir, Allah. Deyir, hansı Allah? Deyir, Allah da deyir, mən Allahsa tanımıram. O qoy çörəyimi yiyim. Deyir, onda mən də səninlə çörək yemirəm. Deyir, acaba bir şey düşmüşdü. Oturmuşdum gül kimi suyun içine quru çörəyimi doğrayıb yiyirdim. Çağırdım ki, yox, bozbaş verəcəm. İndi də burnumdan gətirsən, ya qoy icazə ver, yiyim, ya demirəm mən. Deyir, demirsən onda mən oturmuram səninlə. Deyir, acaba bir şey düşmüşdü. Durur, çıxır, gedir. Gedir, Cəbrail nazil olur, deyir, İbrahim, 50 ildir, 60 ildir bəndəmin ruzisi mənim əlimdəydi, bir dəfə kəsmədim, bir dəfə sənə tapşırdım, başladın onun imanını çək-çevirə salmağa. Sən nə işvə qalıb? Evvə çağırmışsan, hörmət elə. Başa düşür, deyir, qaçır, ayaq yalın, qasa-qasa gedir, yapışır ondan, xahiş edirəm, gəl gedək çörək yeyə bir yerdir. Deyir, əstəğfurullah, Əstəğfurullah mən deyirəm, deyir, əcəb oturmuşduq, işə düşmüşük də, gəh çağırırsan, gəh qovursan, indi nə istəyirsən axı canımdan? Deyir, gəl gedək, vəssalam, heç nə, deyir, Bismillah deyən deyiləm ama mən, deyir, yox, heç nə demə, gəl oturaq çörək yeyək. Otururlar çörək yeməyə, bu Bismillah deyir, o deyir, axı sən kimsən, niyə getdin, niyə gəldin? Deyir, eşitmirsən İbrahim Xəlilullah? Deyir, hə, eşitmişəm, adını eşitmişəm ki, belə bir adam var, Allahın dostudur, o mənəm. Mənim Allahım məni sənin ayağa göndərdi. Səni qovdum, dedi ki, get bəndəmi çağır, otur süfrədə, ayıbdır, sənin qonağındır. Deyir, biraz fikirləşdi, dedi, hə, İbrahim Xəlilullah Allahın dostu, mən onu tanımayan adam. Bir Allah ki, dostunu onu tanımayanın ayağına göndərir, ona inanmamaq insafsızlıqdır. Ona bəndə olmamaq insafsızlıqdır. İman gətirdi, deyir, oldu İbrahim Peyğəmbərin ən yaxın sevənlərindən, müridlərindən biri. Biz Allah'a deyək ki, özün demişsən kafir də qonaq gələndə hörmət eləyin. Biz də kafir deyilik, günahkar da olsuq, sən öz şənivə uyğun davran bizdən.